Salam, hər birinizi xoş gördük kanalımda. Bu günləri OTK 20 sınaq kitabından sınaq nömrə 7-nin izahlarını paylaşacağım. Mövzu qədim dövrdə. Başlayırıq ilk testimizdən. Sxemi tamamlayın, salon saatları verilib. İlk öncə salon saatlarının qəbul olunduğu ili yazaq. Eramızdan əvvəl 594-cü ildə keçilmişdi bu saatlar. Kəndlərin torpağa görə bütün borclarının ləğv edilməsi salon saatlarına aid olan xüsusiyyətində indi bunun ardını tamamlamalıyıq. Yoxsul vətəndaşların bütün vəzifələri tutmaq hüququ əldə etməsi bu salon saatlarına yox, eramızdan əvvəl 5-ci əsrdə Periklon həyata keçirdiyi saatların nəticəsinə aid olan xüsusiyyətdir. Buna görə də biri çıxırıq. İkidə taxıl və digər ərzaq məhsullarının ixracının qadağan edilməsi bu aiddir salona. Aristokratların həyat və əmlakının toxunulmaz elan edilməsi bu yanlışdır. Bu eramızdan əvvəl 7-ci əsrdə qəbul edilən drakon qanunları vardı ki, daha çox aristokratların əmlakını, həyatını müdafiə edirdi. Yəni ona aid olan xüsusiyyətdir. Borca görə qul edilən Afinalıların azad edilməsi bu aiddir. Ordu və donanmaya rəhbərlik edən strateglərin seçilməyə başlanması isə bu eramızdan əvvəl 6-cı əsrin sonlarında həyata keçirilən islahatların nəticəsidir. 6-cı əsrin sonları yazaq. Salon islahatları isə eramızdan əvvəl 594-cü ildə, yəni 6-cı əsrin əvvəllərində qəbul olunub. Bunu qarışdırmayın, çünki eramızdan əvvəl bildiyiniz kimi böyük hadisələr əvvəlinə düşür, sonları isə daha kiçik rəqəmlərə düşür. Burada düzgün variant 2-4, yəni A variantı olacaqdır. İkinci suala baxırıq. Uyğunluğu müəyyən edin. Afina şəhər dövləti və Makedoniya dövləti verilmişdi. Suriya, Fələstin və Misirin ələ keçirilməsi Makedoniyaya aid olan xüsusiyyətdir. Balkan yarımadasının şimalında yerləşməsi bu da Makedoniya imperiyasına aid olan xüsusiyyətdir. Eramızdan əvvəl 6-cı əsrin sonunda üsyan nəticəsində tiranlığa son qoyulmuşdu Afina şəhər dövlətində. Dövlətin əsasını Lakonikanı işğal edən Dorilər tərəfindən qoyulması bu Sparta şəhər dövlətinə aid idi. Müstəqilliyinə həmin imperiyası tərəfindən son qoyulması isə heç birinə aid deyil. Əksinə bilirik ki, Makedoniyalı İskəndərin yürüşlərinin nəticəsində həmin dövlətə süqut eləmişdir. Eramızdan əvvəl 330-cu ildə. Deməli, 1-ə C, 2-ə AB düzgün variant burada B variantı olacaqdır. Üçüncü sualda deyilir, qədim Misir tarixinin eramızdan əvvəl 4-cü minilliyə aid olan hadisələri müəyyən eləyin. Yazının meydana gəlməsi 4-cü minillikdə şəkli yazı meydana gəlmişdir, doğrudur. Yuxarı və aşağı Misirdə müstəqil padşahlıqların yaranması eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısı idi, bu da aiddir. Dövlətin imperiyaya çevrilməsi bu eramızdan əvvəl 2-ci minillik tarixinə aid olacaq. Yeni şahlıq dövrünün fironlarının işğalçılıq siyasətləri nəticəsində Misir dövləti geniş ərazidə imperiyaya çevrilmişdir. Hitlerlə sülh müqaviləsinin imzalanması eramızdan əvvəl 13-cü əsr 2-ci Ramzesin dövrünə aiddir. Bu da 2-ci minilliyə düşür. Memfis şəhərinin dövlətin paytaxtına çevrilməsi isə dövlət yarandığı vaxtdan, yəni vahid dövlət yarandığı vaxtdan 4-cü minilliyə aiddir. 5-i də götürürük. Düzgün variant burada olacaq 1, 2, 5, yəni Y variantı. Dördüncü suala baxırıq. Qədim Yunan mədəniyyətinə aiddir. Memarlıqda ionik sütunlardan istifadə edilməsi doğrudur. Ramayana dastanının yaranması bu Hindistan mədəniyyətinə aiddir. Yunanistan yox. 2-ni çıxırıq. Betonun ixtira edilməsi Roma mədəniyyətinə aiddir. İlk Olimpiya oyunlarının keçirilməsi eramızdan əvvəl 776 Yunan mədəniyyətinə aiddir. 4-ü də götürəcəyik. Panteon məbədinin inşa edilməsi bu da Roma mədəniyyətinə aid olan xüsusiyyətdir. Romada Panteon idi, Yunanistanda isə Parfenon məbədi idi. 6-da ilk teatrın meydana gəlməsi, bəli, bu da 5-ci əsr Yunan mədəniyyətinə aid olan hadisədir. 1, 4, 6 düzgün variant burada A olacaqdır. 5-ci sualda deyilir, göstərilənlərin aid olduğu döyüşü müəyyən eləyin. Yunanlar məğlub oldu. Spartadan başqa Yunan şəhər dövlətlərinin azadlığına son qoyuldu. Ümumiyyətlə, bu cümləni əzbər bilmək lazımdır. Bu söz, yəni ki, Spartadan başqa Yunan şəhər dövlətlərinin azadlığına son qoyulması Xeronea döyüşünün nəticəsində eramızdan əvvəl 338-ci ildə bu döyüş olmuşdu və həmin döyüş nəticəsində Yunan şəhər dövlətlərinin azadlığına son qoyulmuşdu. İndi Yunanların məğlub olması isə bu da Xeroneada məğlub olmuşdur. Digər döyüşlərə də baxaq ki, kimlər arasında olub ki, qaranlıq məqam olmasın. Magnesiya döyüşü eramızdan əvvəl 190-cı ildə idi və Roma Selevki arasında olan döyüş idi. Yəni ki, Yunanlar iştirak eləmirdi.
Fermopil döyüşünə Yunanlar məğlub olsa da 480-ci ildə bu döyüşdə dediyim kimi Yunan şəhər dövlətinin azadlığına son qoyulmayıb. Buna görə yanlışdır. İs döyüşü Əhəməni Makedoniya arasında olan döyüşdür. Yunanlar iştirak eləməyib. Kara döyüşü eramızdan əvvəl 53-cü ildə Roma Parfiya arasında olan döyüş idi. Burada doğru cavab B gələcəkdir. 6-cı sualda deyilir, qədim Roma imperiyasının 2-ci əsr tarixi üçün xarakterikdir. Qulların öldürülməsinin qadağan edilməsi ilə düzgün cavab burada A variantı olacaqdır. Eramızın 2-ci əsrində Romada qulların öldürülməsi qadağan edilmişdi. Qrek qardaşlarının torpaq islahatı həyata keçirilməsi bu eramızdan əvvəl 133-123-cü illərə aiddir. Yəni eramızdan əvvəl 2-ci əsrə aiddir. Buna görə də uyğun gəlmir. Mütləq testlərdə şərtdəki dövrü düzgün baxmalısınız ki, eramızdan əvvəl olduğunu istəyir, yoxsa bizim era olduğunu istəyir. B-ni buna görə çıxırıq. C-də deyilir, imperiyanın iki müstəqil dövlətə parçalanması 395-ci ildir, yəni 4-cü əsrdə. Paytaxt şəhərinin Vizantiya köçürülməsi bu da 330-cu il 4-cü əsrdə. Sardiniya və Korsika adalarının işğal edilməsi isə Pun müharibələrinin nəticəsidir və Pun müharibələri də eramızdan əvvəl 264-146-cı illərdə olmuşdu. Buna görə də bu da aid olmayacaq. Düzgün variant burada olur A. 7-ci suala baxırıq. Eramızdan əvvəl 3-cü minilliyə aiddir. Sparta şəhərinin əsasının qoyulması. Sparta şəhərinin əsası eramızdan əvvəl 2-ci minillikdə qoyulmuşdu. Buna görə də biri çıxırıq. Akkad dövlətinin iki çarəsinin vahid dövlətdə birləşdirilməsi bu aiddir. Eramızdan əvvəl 24-cü əsrdə birləşdirilib vahid halda. Bu da 3-cü minilliyə düşür. Qədim Misirdə ilk yazının meydana gəlməsi ilk yazı şəkli yazı növü idi. Bu da 4-cü minillikdən var idi Misirdə. Buna görə də bu aid deyil. Hindistanda Harappa şəhərinin meydana gəlməsi bu 3-cü minilliyə aiddir. Harappa və Mohenjo-daro mədəniyyətləri 3-cü minillikdə meydana gəlmişdi. Çinin Sin sülaləsi tərəfindən vahid dövlətdə birləşdirilməsi isə bu eramızdan əvvəl 3-cü əsrə aiddir. Minilliyə yox. Belə testlərdə də mütləq əsr və minillik sözlərinə diqqət yetirməlisiniz. Azərbaycanın cənubunda ilk dövlət qurumlarının meydana gəlməsi bu da eramızdan əvvəl 3-cü minillikdə. Aradda Kutilulu bir dövlət qurumlarını misal göstərə bilərik. Yəni altında götürürük. Düzgün variant burada 2, 4, 6 C variantı olacaqdır. 8-ə baxırıq. Hadisə və nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən eləyin. Burada verilib Fermopil döyüşü. Fermopil döyüşü eramızdan əvvəl 480-ci ildə olmuşdu. Əhəməni ordusunun bütün Yunanistanı işğal etməsi yanlışdır. Çünki bütün Yunanistanı yox, Orta Yunanistanı işğal eləmişdi. Buna görə də biri götürmürük. Şimaldan Dorilərin yürüş etməsi, Krit padşahlığının süqut etməsi bu da yanlışdır. Krit padşahlığı, Krit mədəniyyəti vulkan püskürməsi nəticəsində məhv olmuşdur. Dori yürüşləri nəticəsində yox. Buna görə də ikini də götürmürük. Qranik döyüşü Əhəməni ordusunun məğlub edilməsi doğrudur. Makedoniyalılar Əhəməniləri məğlub ediblər bu döyüşdə. 3 götürülür. Afina dəniz ittifaqının yaradılması, Əhəməni donanması məğlub edilməsi bu da düzgün məlumatdır. Yunan Əhəməni müharibələrinin gedişatında Afina Yunan şəhər dövlətləri birləşib Afina dəniz ittifaqını yaratmışdılar və bunun nəticəsində Əhəməni ordusu məğlub olmuşdu. 3-4 düzgündür. Burada düzgün variant D variantı olacaqdır. 9-a baxırıq. Sxemi tamamlayan. Burada 3 məlumat verilib və bu məlumatdan hansı dövlətə aid olduğu göstərilir. Burada tiranlıq idarə üsulunun yaranması, tiraniya, strategilərin seçilməyə başlanması deyir və əmlakdan asılı olmayaraq bütün xalq yığıncağında iştirak etmə hüququnun verilməsi. Bu hər 3 məlumat Afina şəhər dövlətlərinə aiddir. Burada da ki, yalnız bir variantda verilib Afina şəhər dövləti, ona görə də Y variantı olacaqdır. 10-cu sualda deyilir, qədim Yunanistanın eramızdan əvvəl 8-ci əsr tarixi üçün səciyyəvidir. Homerin İlyada və Odisseya poemalarını yaratması bu eramızdan əvvəl 8-ci əsrə aiddir, yəni biri götürürük. Spartada tiranlığın yaranması, ümumiyyətlə Spartada tiraniya olmayıb, Afina şəhər dövlətində olub, o da 6-cı əsrdə meydana gəlmişdi, buna görə də 2 yanlışdır. İlk dəfə Olimpiya oyunlarının keçirilməsi eramızdan əvvəl 776-cı ildir, yəni bu da 8-ci əsrə düşür, 3-ü götürürük. Yunan Əhəməni müharibələrinin başlanması eramızdan əvvəl 500-cü ildə başlayıb, bu da 5-ci əsrə düşür. Buna görə də 4 yanlışdır. Orta Yunanistanda Afina şəhər dövlətinin yaranması isə
eramızdan əvvəl 8-ci əsrdir. 5-i götürürük. Düzgün variant 1, 3, 5 burada A variantı olacaqdır. 11-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Qədim Misir 1-ci Tutmos və 2-ci Ramzesinin dövrünə aid olan hadisələri uyğunlaşdırmalıyıq. Nubiyanın tabe edilməsi 1-ci Tutmosun dövrünə aiddir. İlk dəfə Misir ərazisinin vahid dövlətin tərkibində birləşdirilməsi bu yanlışdır. Misir vahid dövləti eramızdan əvvəl 4-cü minilliyin sonlarında Mina tərəfindən birləşdirilmişdir. 1-ci Tutmos 2-ci minillikdə hakimiyyətdə olub. B yanlışdır. Fələstin və Suriyanın işğal edilməsi isə 1-ci Tutmosun dövründə işğal olunmuşdu. Dövlətin 2-ci Ramzesə baxırıq. Şimal sərhədlərinin ilk dəfə Fərat çayına qədər uzanması bu 2-ci Ramzesə yox, 1-ci Tutmosun hakimiyyəti dövrünə aiddir. Kadeş sülhünün imzalanması eramızdan əvvəl 13-cü əsrdə Ramzesin dövründə imzalanmışdı. Misirli Het padşahlığı arasında. B-ni götürürük. İlk piramidanın inşa edilməsi Firon Djoserə aiddir, Ramzesa yox. Buna görə də C-ni də götürmürük. Deməli, 1-ə A, C, 2-yə B düzgün variant burada gəlir A variantı. 12-ci suala baxırıq. Afina şəhər dövlətinin eramızdan əvvəl 5-ci əsr tarixinə aiddir. Attikanın azad kişi sakinlərinə vətəndaşlıq hüququnun verilməsi bu Salon islahatlarının nəticəsindədir. Salon islahatları da eramızdan əvvəl 594-cü ildə keçirilmişdi. Yəni 6-cı əsrə aiddir. Buna görə də 1 burada olmayacaq. Sparta ilə müharibədə məğlub olmasa bu düzgün variantdır. Yunan belə deyək də Afina ilə Sparta şəhər dövləti arasında 431-404-cü illərdə müharibə olmuşdu və həmin müharibə nəticəsində Afina şəhər dövləti məğlub olmuşdu. Yəni 2-ni götürəcəyik. Strateji vəzifəsinin təsis edilməsi bu 6-cı əsrin sonlarında keçirilən islahatların nəticəsinə aiddir. Yoxsullara dövlət vəzifəsi yerinə yetirmək üçün əmək haqqı verilməyə başlanması isə bu Periklon islahatlarına aiddir. Bu da 5-ci əsrin ikinci yarısında olmuşdu. Bu islahatlar 4-ü götürürük. Əhəməni hökmdarı 3-cü Daran hücumlarına məruz qalması eramızdan əvvəl 5-ci əsrdə bu Yunan Əhəməni müharibələrinin başlamasının səbəb Əhəməni hökmdarı 3-cü Daranın yox, 1-ci Daranın hücum etməsi idi. Buna görə də 5 yanlış olur burada. Düzgün variant 2-4, yəni Y variantı gəlir. 13-cü suala baxırıq. Xan sülaləsindən fərqli olaraq Sin sülaləsinin dövründə testi işləməmişdən qabaq mütləq hər iki sülalənin hakimiyyət ilini bura qeyd edin ki, hadisələri onlara uyğunlaşdıra biləsiniz. Yəni ki, unutduğunuz ya da gözdən qaçırdığınız məqam olmasın. Xan sülaləsi ilk öncə Sini yazaq ki, eramızdan əvvəl 221-ci ildə Sin sülaləsinin dövründə vahid halda birləşdirir. Sin Şuxanzi ta 206-cı ilə kimi hakimiyyətdə olur bu sülalə. Daha sonra isə eramızdan əvvəl 206-cı ildə Xan sülaləsi hakimiyyətə gəlir tam bizim eranın 3-cü əsrinə kimi. İndi baxırıq hadisələrə. Böyük Çin səddi inşa edilməyə başlamışdı eramızdan əvvəl 214-cü ildə. Bu da Sin sülaləsinin hakimiyyəti dövrünə düşəcək. Buna görə də 1-i götürürük. Dəmir emalı başlanıb Çində eramızdan əvvəl 6-cı əsrdə və 6-cı əsrdə də gördüyünüz kimi heç bir sülalə hakimiyyətdə olmayıb. Buna görə də bu heç birinə aid olmur. Böyük Han dövlətinin hökmdarı Mete Tanhu ilə sülh müqaviləsi imzalanmışdı. Söhbət Pinçin sülhündən gedir. 200-cü ildə eramızdan əvvəl və 200-cü ildə gördüyünüz kimi gəlir düşür Xan sülaləsinin dövrünə. Yəni bu əgər testin şərti olsaydı ki, Sin sülaləsindən fərqli olaraq Xan sülaləsinin dövründə olan hadisəni seçin, bu zaman götürəcəkdik. Amma bu Xan sülaləsindən düşdüyünə görə düzgün götürmürük bunu. Sinə aid deyil. Ölkədə ilk yazı meydana gəlmişdi. Ümumiyyətlə Çində yazının meydana gəlməsi bizə hieroqlif yazılar aydındır ki, bu da 2-ci minillikdədir. Yəni həmin dövrdə heç bir sülalə hakimiyyətdə olmayıb. Buna görə 4-ü də götürmürük. Çin əhalisi vahid hala çevrildi. Bu Xan sülaləsinin hakimiyyət dövrünə aiddir. Sinə yox, 5-i də götürmürük. İlk dəfə olaraq Çin ərazisi vahid dövlətin tərkibindən birləşdi. Bayaq dediyim kimi 221-ci ildə Sin Şuxanzi tərəfindən birləşdirilmişdi. Və buna görə də düzgün variant burada 1-6, yəni A olacaqdır. 14-cü suala baxırıq. Qədim Romanın tarixinə aid hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. 12 lövhə qanunlarının qəbul edilməsi eramızdan əvvəl 5-ci əsrdə.
Padşahlıq idarə üsulunun dövrilməsi eramızdan əvvəl 509-cu ildə padşahlıq idarə üsulu devrilib. Bu da eramızdan əvvəl 6-cı əsrə gəlir düşür. Bütün İtaliyanı özünə tabe etməsi Roma eramızdan əvvəl 3-cü əsrə kimi bütün İtaliyanın işğalını başa çatdırmışdı. Karfageni öz əyalətinə çevirməsi isə Pun müharibələrinin nəticəsində də eramızdan əvvəl 146, bu da 2-ci əsrə düşəcək. İndi xronoloji ardıcıllığı quranda böyükdən kiçiyə seçirik. Eradan əvvəl olduğuna görə hadisələri burada olacaq 2, 1, 3 və 4. Bu da düzgün variant gəlir C variantına. 15-ci sualda deyilir, cəmiyyət məsələlərinin dini qanunlarla həll edildiyi idarə etmə sistemi adlanırdı. Söhbət teokratiya idarə üsulundan gedir ki, Azərbaycan tarixində də belə bir dövlət var. Xatırlasaq, Səfəvi dövləti teokratik qaydalarla idarə olunmuşdu və bu Şumer şəhər dövlətlərinə də aid olan bir xüsusiyyətdir. Düzgün variant burada B olacaq. 16-da deyilir, qədim Şumerlərə aiddir. Hieroglif yazı növünün yaradılması yanlışdır. Şumerlərdə mix yazı növü olmuşdur. Biri götürmürük. İki çay arasının yerli sakinləri olması, bu da yanlışdır. Qədim Şumerlər iki çay arasını eramızdan əvvəl 7-6-cı minilliklərdə başqa ərazilərdən gəlib, yəni burada məskunlaşıblar, yerli sakinləri olmayıblar. Buna görə də 2 yanlışdır. Eramızdan əvvəl 4-cü minillikdə təkərin ixtira edilməsi bu Şumerlərə aid olan bir xüsusiyyətdir. Cəmiyyət məsələlərini dini qanunlarla həll edildiyi idarə etmə sisteminin mövcud olması söhbət teokratiyadan gedir ki, bu da aiddir. Tarixdə ilk dəfə yazılı qanunların yaradılması, bu da Şumerlərə aid olan xüsusiyyətdir. Hammurapinin qanunlarını misal göstərə bilərik ki, Şumer şəhər dövlətlərinin tarixinə aiddir. 5-də götürürük. Qulların canlı ölülər adlandırılması isə Misir tarixinə aiddir. Burada düzgün variant olur 3, 4, 5, yəni A variantı. 17-ci sualda deyilir, uyğunluq gözlənilmişdir. Makedoniyalı İskəndərin şərqə yürüşü, Media dövlətinin süqut etməsi, bu yanlışdır. Media dövləti eramızdan əvvəl 550-ci ildə süqut eləyib. İskəndərin yürüşü nəticəsində Əhəməni dövləti süqut eləmişdi. Biri götürmürük. Akkadların başçısı Sarqonun Şumer şəhər dövlətlərini işğal etməsi, dünya tarixinin ilk imperiyası meydana gəlməsi, bu düzgün variantdır. Eramızdan əvvəl 24-cü əsrdə yaxud 3-cü minilliyin ikinci yarısı deyə bilərik ki, Akkad Şumer şəhər dövlətlərini işğal edir və ilk imperiya meydana gəlir. Qırmızı qaşlılar üsyanı, Çində Xan sülaləsinin hakimiyyətinin devrilməsi yanlışdır. Xan sülaləsinin hakimiyyətinin devrilməsinə səbəb olan üsyan qırmızı qaşlı yox, sarı-sarıqlı üsyanı idi. Mete Tanhu'nun uğurlu yürüşləri, Monqol və Tibet tayfalarının tabi edilməsi, bu doğru məlumatdır. Pinçin müqaviləsinin imzalanması, Çinin cənub ərazilərinin Hunlara verilməsi, bu eramızdan əvvəl 200-cü ildə Mete Tanhu'nun imzaladığı müqavilədir ki, bunun da nəticəsində Çinin cənub yox, şimal əraziləri Hunlara verilmişdi. Buna görə də 5 yanlışdır. Burada düzgün variant 2, 4, yəni C variantı olacaqdır. 18-ci testdə deyilir, uyğunluq gözlənilmişdir. Qədim Misirdə qulları adlandırırdılar. Kiçiklər yanlışdır. Qulları canlı ölülər adlandırırdılar. Nubiya ilk dəfə Misrə tabi edilmişdi. Firon 3-cü Tutmosun dövründə yanlışdır. 1-ci Tutmosun dövründə tabi olunub. Misirdə Fironun ən yaxın köməkçisi olan ali məmur adlanırdı. Çati, bu doğru məlumatdır. Hətta deyirik, Firon öz övladlarından da seçirdi bu vəzifəyə. Kadeş şəhərində imzalanmış müqaviləyə görə Misrə birləşdirildi. Şimali Suriya yox, Cənubi Suriya Misirdə qalmışdı. Şimali Suriya isə Het padşahlığında qalmışdı. D yanlışdır. Misrin ilk paytaxtı idi Fiv yox, Memfis şəhəri. 4-cü minillikdə, bunu xətt çəkək. Fiv isə 2-ci minillikdə paytaxta çevrilmişdi. Düzgün variant burada olur ki, 19-a baxırıq, uyğunluq pozulmuşdur. Qədim Azərbaycan tayfası, Lullubilərin yürüşü, Akkad imperiyasının süqut etməsi, burada da düzgün variant A'dır. Çünki Akkad imperiyası Kutilərin yürüşü nəticəsində süqut edib, Lullubilərin yox. Buna görə də A'da uyğunluq pozulub. Digər variantlar hamısı doğru məlumatdır. Yəni burada ona görə də izah olunması bir şey yoxdur. Keçirik 20-ci testdə. 20-ci testdə deyilir, Het dövləti ilə Kadeş müqaviləsini imzalamış dövlətin ərazisini müəyyən eləyin. Het dövləti ilə Kadeş müqaviləsini imzalayan dövlət təbii ki Misirdir. Eramızdan əvvəl 13-cü əsrdə Ramzesin dövründə imzalanmışdı bu müqavilə. İndi xəritə ərazisində də Misir uyğun gəlir bir nömrəyə.
Yəni düzgün variant burada A-dır. İndi digər ərazilərə baxaq. Burada Het padşahlığı özü Kiçik Asiyada yerləşirdi. Yəni ki, bu 2 Het padşahlığı idi. 5-ci nömrə Fələstin ərazisinə uyğun gəlir. Daha sonra 4 2 çay arası da gördüyünüz kimi Mesopotamiyadır. Bura qısaca yazaq Mesopotamiya. 3 də Xəzər dənizi sahillərini gördüyünüz kimi Azərbaycan ərazisinə uyğun gəlir. Keçirik 21-ci testə. 21-ci testdə deyilir, uyğunluq pozulmuşdur. Eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında Roma sərkərdəsi Pompey söz sazişini imzalamışdı Albaniya dövləti ilə. Burada bəli uyğunluq pozulmayıb, yəni düzgün məlumatdır. Şərqi Roma İmperiyasının ərazisinə daxil idi Balkan yarımadası, Misir, Romanın Asiyadakı torpaqları. Bu da düzgündür. 395-ci ildə Roma iki hissəyə parçalanır, qərbi və şərqiyə. Və bu ərazilərdə Şərqi Romaya daxil idi. Qədim Romada plebeylər xalq tribunu seçmə hüququ elədilər 5-ci əsrdə. Bu da doğru məlumatdır. Romanın ilk yazılı qanunlar toplusu qəbul edilmişdi eramızdan əvvəl 5-ci əsrdə. Bu da düzdür. 12 lövhə qanunu. Qədim Roma İmperiyasının süqutunu surətləndirdi Spartak üsyanı. Spartak üsyanı olub eramızdan əvvəl 74-71-ci illərdə. Roma İmperiyası isə yaranmışdı eramızdan əvvəl 27-ci ildə. Yəni Spartak üsyanı baş verən zaman Roma heç imperiya deyildi, respublika quruluşundaydı. Buna görə də bu variant yanlışdır. Yəni uyğunluq pozulub burada. Düzgün variant Y olacaqdı. 22-yə baxırıq. Neçənci əsrə aid hadisə verilməmişdi. Qədim Romada 12 lövhə qanunlarının qəbul edilməsi bu 5-ci əsrə aid olan hadisədir. Bura yazaq eramızdan əvvəl 5-ci əsr. Roma Respublikası tərəfindən Makedoniyanın işğal edilməsi eramızdan əvvəl 2-ci əsrdir. Qay Julius Sezarın senatda öldürülməsi bu eramızdan əvvəl 44-cü il, yəni 1-ci əsrə düşəcək. 1. Qədim Yunanistanda ilk dəfə Olimpiya oyunlarının keçirilməsi isə eramızdan əvvəl 776-cı ildə, bu da 8-ci əsrə uyğun gəlir. İndi burada baxırıq 8 var, 5 var, 1 var, 2 var, 4 yoxdur. Yəni düzgün variant 22-də D variantı olacaqdı. 23-cü sualda deyilir, Qərbi Roma İmperiyasının tarixinə aid olmayan hadisələri müəyyən edin. Burada mütləq belə testlərdə bu Qərbi Roma sözünü haşiyəyə alın. Qərbi Roma İmperiyası yaranıb 395-ci ildə Romanın iki hissəyə parçalanması nəticəsində və 395-dən 476-ya kimi mövcud olmuş. Yəni biz bu aralığa aid olmayan hadisələri seçməliyik. Baxırıq birə, dövlətin paytaxtının qədim Yunan şəhəri Vizantiya köçürülməsi bu 330-cu ildir. Gördüyünüz kimi 395-dən əvvəl olub. Buna görə də bunu götürürük. Yəni həmin dövrə aid olmayan hadisədir. Vandallar tərəfindən Roma şəhərinin tutulması bu 455-ci ildə tutulmuşdu. Həmin dövrə aiddir. Hunlarla mübarizə aparılması bu da Attila Roma üzərinə hücum eləmişdi. Qərbi Hun dövləti. Buna görə də 3 də aiddir. Qulların öldürülməsini qadağan edən fərmanın verilməsi, bu fərman 2-ci əsrdə, bizim eranın 2-ci əsrində verilib və həmin dövrdə də Qərbi Roma İmperiyası yaranmamışdı. Buna görə də 4-ü götürəcəyik. German tayfaları tərəfindən süquta uğradılması 476-cı ilə aiddir. Amid döyüşündə Sasaniya Alban qüvvələri ilə mübarizə aparılması, Amid döyüşü baş verib 351-ci ildə, yəni ki, Qərbi Roma yaranmamışdan qabaq. Buna görə də bunu da götürəcəyik. Burada düzgün variant olacaq 1, 4 və 6. 24-cü testə baxırıq. Qədim Çində Xan sülaləsinin hakimiyyəti dövrü üçün xarakterikdir. Yəni də Xan sülaləsinin hakimiyyəti dövrünü yazaq. Eramızdan əvvəl 206-da gəlib hakimiyyətə, bizim eranın 3-cü əsrinə kimi. Vyetnamın bəzi vilayətlərinin işğal edilməsi bu Xan sülaləsinin dövrünə aiddir. Konfutsi taliminin rədd edilməsi bu Xan yox Sin sülaləsinin dövrünə aiddir. Ona görə də 2-ni götürməyəcəyik. Çin əhalisinin vahid xalqa çevrilməsi bu Xan sülaləsinin adı ilə bağlıdır. 3-ü götürürük. Mete Xaqanla sülh müqaviləsinin imzalanması eramızdan əvvəl 200-cü ildə Pinçe müqaviləsidir. Bu da Xan sülaləsinin dövrünə aiddir. Götürürük. Erkən sivilizasiyanın yaranması Çində erkən sivilizasiya 3-2-ci minillikdə yaranmışdı. Yəni həmin dövrdə Xan sülaləsi hakimiyyətdə yox idi. Buna görə də 5-i götürmürük. Düzgün variant 1, 3, 4 olacaqdır.
25-ci suala baxırıq. Uyğunluq pozulmuşdur. Çində Konfutsi təlimi yayılmağa başlanmışdı eramızdan əvvəl 6-5-ci əsrlərdə. Bu doğru məlumatdır. Yəni burada uyğunluq pozulmayıb. Qədim Çində ilk dəfə vahid xalq yaranmışdı. Sin sülaləsinin hakimiyyəti dövründə yanlışdı. Sin yox, Xan sülaləsinin hakimiyyəti dövründə olmalı idi. Burada yəni uyğunluq pozulduğuna görə bunu götürürük. 2-ni götürürük. Mikena sivilizasiyası dağılmışdı vulkan püskürməsi nəticəsində. Bu yanlışdır. Vulkan püskürməsi nəticəsində dağılan Krit mədəniyyəti idi. Buna görə də 3-ü də götürəcəyik. Çində qırmızı qaşlılar üsyanı baş vermişdi. Eramızdan əvvəl 1-ci əsrdə yox, bizim eranın 1-ci əsrində. Buna görə də bu da yanlışdır. 4-ü götürürük. Çində sarı-sarıqlar üsyanı başçılıq edirdi. Çişan qardaşları bu doğru məlumatdır. 25-ci testdə düzgün variant 2, 3, 4 olacaqdır. 26-cı sualda deyilir, döyüşlərin xronoloji ardıcıllığını müəyyən edin. Qavqamela döyüşü eramızdan əvvəl 331-ci ildə Makedoniya ilə Əhəmən arasında olmuşdu. Oğuz döyüşü Manna tarixinə aiddir. Eramızdan əvvəl 716 az öldürülüb. Marafon eramızdan əvvəl 490, Xeyronaya döyüşüm eramızdan əvvəl 338. İndi xronoloji ardıcılığa qoranda ilk olaraq 2, daha sonra 3, 4 və 1 olacaqdır. Baxırıq 27-ci suala. Uyğunluğu müəyyən edin. Eramızdan əvvəl 7-ci əsr, 6-cı əsr və 5-ci əsr aid olan hadisələri uyğunlaşdırmalıyıq. Qədim Romada konsulların seçilməyə başlanması bu eramızdan əvvəl 6-cı əsrə aiddir. Buna görə də A-nı 2-yə yazırıq. Romada padşahlıq dövrünün başlanması, padşahlıq dövrü eramızdan əvvəl 753-cü ildə başlayıb, yəni 8-ci əsr. Bu da heç bir varianta uyğun gəlmir. Romada 12 lövhə qanunlarının qəbul edilməsi eramızdan əvvəl 5-ci əsrdə idi. C-ni 3-ə yazırıq. Azərbaycanda İskit şahlığının yaranması eramızdan əvvəl 7-ci əsrdir. D-ni 1-ə yazırıq. Afinada azad əhalinin yoxsul təbəqəsinə vətəndaşlıq hüququnun verilməsi isə 6-cı əsrə aiddir. Salon islahatlarının nəticəsində yeni də 2-yə yazacağıq. Düzgün variant olur 1-ə D, 2-yə A-yı, 3-ə də C. Keçirik situasiya tapşırıqlarına. İlk öncə mənbəni oxuyursunuz. Mənbə ilə tanış olursunuz. Mətni oxuduqdan sonra söhbət burada 28-ci sualda yazılıb ki, mənbədə bəhs edilən müharibənin adını yazır. Bu mənbədə bəhs olunan müharibə Pun müharibələrdir ki, eramızdan əvvəl 264-146-cı illərdə olmuşdu. Romada vətəndaş müharibəsi bitdikdən sonra Karfagenlə Roma arasında idi və bura yazacağıq Pun müharibələri. 29-cu sualda deyilir, mənbədə bəhs edilən müharibədə dövlətlərin 2 əsas məqsədini yazın. Burada dövlətlər dedikdə söhbət Roma ilə Karfagendən gedir və hər iki dövlətin əsas məqsədi Siciliya adalasını ələ keçirmək idi. Eyni zamanda Aralıq dənizin qərb sahillərində ağalıq etmək idi. Bu iki məqsədi də 29-cu sualın cavablarına yazacaqsınız. Mənbədə bəhs edilən müharibənin 2 əsas nəticəsini yazın. Bura yaza bilərsiniz ki, ümumiyyətlə bu müharibə nəticəsində, yəni müharibə bitir eramızdan əvvəl 146-cı ildə Romanın qələbəsi ilə baş çatır və Roma Karfageni öz əyalətinə çevirmişdi və bu müharibə nəticəsində Sardiniya, Korsika, Siciliya adaları Roma tərəfindən işğal olunmuşdu. Və bu məlumatlardan ikisini hansını istəsəniz bura qeyd edə bilərsiniz. Belə sınaq 7-nin izahları bitdi. Növbəti videomuzda sınaq nömrə 8-in izahlarını paylaşacağım. Ümidvaram ki, sizin üçün yararlı bir video olmuşdur. İzlədiyiniz üçün təşəkkür edirəm.